Salam əziz dinləyicilər. 20 aprel 2025 dəyər sınağı 7, buraxılış 9-cu sinif listeninglə başlayırıq. Happiness is feeling good and enjoying life. Xoşbəxtlik özünü yaxşı hiss etmək, həyatdan zövq almaqdır. Some people think money and expensive things make them happy. Bəzi insanlar düşünür ki, pul və bahalı əşyalar onları xoşbəxt edir. They want big houses, new phones or fast cars. Onlar böyük evlər, yeni telefonlar, sürətli maşınlar istəyirlər. But these things do not always bring real happiness. Amma bu şeylər həmişə əsl xoşbəxtlik gətirmir. People can feel happy for a short time, but later they want more. İnsanlar qısa müddətdə xoşbəxt ola bilər, amma sonra daha çox şey istəyirlər. Real happiness can come from simple things. Əsl xoşbəxtlik sadə şeylərdən gələ bilər. Spending time with family and friends, helping others and being kind can make people truly happy. Yəni ailə və dostlarla vaxt keçirmək, başqalarına kömək etmək, mehriban olmaq insanı həqiqətən xoşbəxt edə bilər. Saying thank you and smiling can also bring joy. Təşəkkür edirəm demək, gülümsəmək də sevinç gətirə bilər. Sometimes people help others because they want a gift or reward. Bəzən insanlar başqasına kömək edir, çünki hədiyyə və ya mükafat almaq istəyirlər. But it's better to help others just to be nice. Amma biz sadəcə yaxşılıq etmək üçün kömək etmək daha yaxşıdır. When we are kind without asking for anything, we feel good inside. Biz qarşılıq gözləmədən mehriban olanda içimizdə özümüzü daha yaxşı hiss edirik. Happiness is not about things. Xoşbəxtlik əşyalarda, maddiyatda deyil. It's about how we treat others and how we live. O başqalarına necə rəftar etdiyimiz və necə yaşadığımızla bağlıdır. A happy person is usually kind, thankful and helpful to others. Xoşbəxt insan adətən mehriban, minnətdar, başqalarına kömək edən olur. What's the passage mainly about? Mətn əsasən nə haqqındadır? How to earn money and buy gifts. Pulu necə qazanmalı və hədiyyələr necə almalı? Ways to find real happiness in life. Həyatda əsl xoşbəxtliyi tapmaq yolları budur. The importance of helping rich people. Varlı insana kömək etməyin əhəmiyyəti. Reasons why friends are not important. Nə üçün dostların əhəmiyyətsiz olduğunun səbəbləri. How to get everything you want. İstədiyin hər şeyi necə əldə etməli? Doğru cavabımız B variantıdır. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Real happiness comes from. Əsl xoşbəxtlik hardan gəlir? Buying new clothes and cars. Yeni paltarlar, maşınlar almaqdan. Getting more expensive things. Daha bahalı şeylər almaqdan. Spending time with family and helping others. Ailə ilə vaxt keçirmək və başqalarına kömək etməkdən. Bəli. Watching TV all day. Bütün günü televizora baxmaqdan. Living alone with no friends. Dostlarsız tənha yaşamaq. Doğru cavabımız C variantıdır. Növbəti sualımızda choose the correct answer to the question according to passage. Mətnə uyğun olaraq suala doğru cavab seçməmiz tələb olunur. Why is it better to help others without asking for a gift? Nə üçün hədiyyə istəmədən başqalarına, yəni mükafat qarşılığında istəmədən başqalarına kömək etmək daha yaxşıdır. Because gifts are not nice, çünki hədiyyələr yaxşı deyil. Because people don't like to help, çünki insanlar kömək etmək istəmir. Because people don't say thank you, çünki insanlar təşəkkür etmirlər. Because no one gives gifts anymore, çünki daha heç kim hədiyyə vermir. Because it feels good inside to be kind, bəli, o mehrimanlıq, o səmimiyyət içəridə insana yaxşı hiss elətdirir. Dördüncü sualımızda decide whether the statements are true or false, yəni verilən fikirlər doğru mu, yanlış mı? Money always makes people happy. Pul həmişə insanları xoşbəxt edir. Bu yanlış variantdır. False. Being kind can bring happiness. Mehribanlıq xoşbəxtlik gətirə bilər. Doğrudur. True. Helping others is only good if we get something back.
Başqalarına kömək etmək yalnız bir qarşılıq alanda yaxşı olur. Bu da yanlış fikirdir, false. Spending time with friends and family helps us feel happy. Ailə və dostlarla vaxt keçirmək bizə xoşbəxtlik hiss elətdirir. Bu da doğru variantdır. Keçirik qrammatikamıza. Choose a correct conjunction. Bağlayıcını seçmək tələb olunur. The students, the teacher were happy with the exam results. Burada fikir veririk. Xəbərimiz were-dür. Xəbərimiz were-dür, amma yanındakı isim təkdədir. Burada yalnız bir variant bizim ağlımıza gələ bilər. Both and. Çünki both and-in xəbəri həmişə cəmdədir. Amma digərlərində xəbərə yaxın olan isim cəm olmalı ki, onun xəbərini cəmdə verək. Yəni həm şagirdlər, həm müəllimlər imtahan nəticələrindən razı idilər, sevincli idilər. A pair of shoes was under the bed. Burada da mübtəda xəbər uzlaşması tələb olunur. Ofdan əvvəl a pair bir cüt, was düz gəlir. The sound of the waves, dalğaların səsi, söhbət ofdan əvvəlki sounddan gedir. Cümlənin xəbəri are yox, is olmalı idi. Is calming, sakitləşdiricidir. The number of books is increasing. Biz bilirik ki, the number burada isimdir. Yəni kəmiyyət ifadə eləmir. Söz, say sözüdür. Yəni kitabların sayı təkdədir, yəni ofdan əvvəlki söz. Ona görə 3-də düzdür, is verib. Each of the students, each-in həmişə xəbəri təkdədir. Has olmalı idi. O da yanlış variantdır. Doğru cavabımız 1-3 C variantdır. The book I borrowed from the library was very interesting. Yəni kitabxanadan aldığım kitab çox maraqlı idi. Burada kitab sözü, yəni isim təyin oluna biləcək və nisbi əvəzliklərimiz which, that boşluq ola bilər. Burada da 2 və 4 var. A variantı doğru cavabımızdır. He finished his homework on time. Deyək ki, ev tapşırığını vaxtında bitirdi və ya bitirmədi və ya bitirməli oldu. Baxacaq. Neither did his brother. Onun qardaşı da, yəni inkardadır. Onun qardaşı da bitirə bilmədi və ya bitirmək məcburiyyətində deyil. Baxırıq. Did verirsə və variantlarda fikir versinizsə modal feillərdən istifadə olunub. Did yalnız have to, has to, had to, yəni had to ilə daha doğrusu did olduğuna görə does və ya do olsaydı has to, have to ilə uyğun gələsiydi. Burada da inkar verilməlidir. Çünki ona kiməsə aid olan hərəkət inkarda olanda biz o da etmədi kimi deyəcəyik. Yəni he didn't have to etmək məcburiyyətində, bitirmək məcburiyyətində deyildi. Onun qardaşı da bitirmək məcburiyyətində deyildi. Əgər A variantı kimi məsələn he had to finish kimi versəydi, o zaman so did his brother kimi davam eləməliydi. Gəlirik 9-cu sualımıza. The scientists have discovered a new planet. Yeni planet kəşf ediblər. Burada məhsula çevirməyə tələb olunur. Yeni planet kəşf olunub. Yəni cümlə başlamalıdır a new planet-lə. Və biz bilirik ki, bitmiş zamanın məhsul növü arasında bin artırmaqla düzəlir. Yəni have discovered-sə bu variantlarda ya have been discovered ya da has been discovered. O da yeni mübtədanın tək və ya cəm olmağına görə dəyişir. A new planet, planet təkdə olduğuna görə has been discovered, kəşf olunub. Alimlər tərəfindən yeni bir planet. C variantı doğru variantımızdır. Keçirik növbəti sualımızda if conditional, yəni şərt dodaq cümləsi. If-li olan hissədə biz gələcək zaman işlədə bilmərik. Yəni if it will rain-ləri avtomatik çıxırıq. If it rains ola bilər. Çünki it indiki sadə zamanda S şəklisi qəbul eləyir. Yəni Y variantı da gedəcək. Yerdə qalır A və D variantı. We cancel, bir də we will cancel. Əgər bu həmişə keçərli olan bir şey olsaydı, fakt olsaydı, o zaman belə deyək, A da ola bilərdi. Sadəcə burada deyir, əgər sabah yağış yağsa, spesifik bir vəziyyətdir. Biz pikniyi ləğv edəcəyik. Yəni D variantı baş cümlənin gələcək zamanda işlənməsidir. 11-ci sualda he insists on, təkid edir, israr edir öz yolunda, öz yolu ilə getməyə, öz yolu ilə həll etməyə. Burada söz önü kifayət edir əslində. Söz önü ilə feilin forması birbaşa ing
ilə işlənir. Yəni insists on doing his own way olacaq. 12-də də düzgün söz önləri tapmaq tələb olunur. They met at the restaurant. Yəni bu at in dəyişə bilər. Əsas ikinci, üçüncü tərəflərə baxırıq. Yəni gün ortası at noon, bu həmişə belədir. İkinci tərəf konkret. Valentine's Day, day-yə görə də ilk ağlımıza on gəlməlidir. Yəni ikinci və üçüncü tərəf at on olmalıdır konkret. Day variantında da they met at the restaurant. Bu da daha uyğun variant olaraq seçirik. 13-cü sualda they are watching a movie now. Onlar indi kinoya baxırlar. Elə deyilmi? Şübhəni aradan qaldırmaq üçün tag question istifadə edirik. Cümlənin xəbərin köməkçi feilinə baxırıq. A və təsdiqdədir. Dolayısıyla aren't olmalıdır. Aren't they, elə deyilmi? Doğru mu? Y variantı doğru variant. 14-cü sualda artıq söz ehtiyatıdır. Students are encouraged actively in class discussions. Şagirdlər həvəsləndirilir. Nəyə? Sinif müzakirələrində aktiv iştirak etməyə, yəni to participate, doğru variantı. Separate, ayırmaq, celebrate, qeyd etmək, whisper, pıçıldamaq, educate, təlim vermək və ya dərs keçmək, təhsil vermək kimi tərcümə edə bilərik. 15-də opposite meaning deyir, yəni əks mənanı soruşur. Close olsaydı yaxın məna olardı. The teacher was generous, əl açıq. Əl açıq sözünün antonimini soruşur. Yəni o da xəsis olmalıdır. Patient, səbirli, helpful, bu yardımsevər, caring, bu da qayğıkeş, kind, mehriban, selfish, bəli bu yəni egoist kimi və ya deməli xəsis simit kimi tərcümə edə bilərik. Match the verbs to their definitions. Burada verilən üç feilin doğru təriflərini uyğunlaşdırmaq lazımdır. Arrange, səliqəyə salmaq, planlamaq mənasında, qaydasına salmaq. To plan or prepare something, aya uyğun gəlir. To complain, şikayət etmək. To say that something is wrong, bir şeyin səhv olduğunu demək. Şikayət etmək, yəni 2C olacaq. Improve, inkişaf etmək, etdirmək. To make something better, yaxşılaşdırmaq mənasında. Cavab iyi olacaq. Choose the words close in meaning və burada artıq yaxın mənalı sözü seçmək lazımdır. They completed the project on time, yəni layihəni vaxtında bitirdilər, yekunlaşdırdılar. Started, başlamaq, delayed, gecikdirmək ya da gecikmək, finished, bitirmək, continued, davam etmək, achieved, əldə etmək, nail olmaq mənasında. Yəni 3 və 5 bu kontekstdə complete feilinə ən uyğun gələn yaxın mənalı sözlərdir. Keçirik short textlərimizə. 3 short textimiz var. Hi Sarah, salam Sarah. Just a quick note to let you know that the meeting on Tuesday has been rescheduled ya da scheduled to Wednesday at 3 p.m. in room 204. Please let the others know. Thanks, James. Burada da kısa bir qeyd deyir James Saraya ki, yəni ikinci gün olacaq iclasımız artıq dəyişdirilib vaxtı. Üçüncü gün günorta saat 3-ə, otaq 204-də, digərlərində deyir məlumat ver. Deməli, burada hansı fikir ortaya çıxır? Sarah is asked to inform others. Sarah'dan xahiş olunur ki, başqalarına məlumat versin. Bu doğrudur. The meeting will take place on Tuesday. İclas ikinci gün baş tutacaq. Xeyr, dəyişilir. The meeting will be held in room 304. 304-də yox, 204-də keçiriləcək. James is cancelling the meeting. İclası ləğv eləyir. Xeyr, üçüncü gün keçiriləcək. Sarah has already told everyone. Sarah artıq hər kəsə deyib. Burada nəticə çıxmır. 19. Dear customer, əziz müştərilər, your order has been shipped and is expected to arrive by Friday. Sənin deməli sifarişin artıq yola düşüb və cümə gününə qədər gəlib çatmağı gözlənilir. You can track your package using the link provided in this email. Bu e-maildə
verilən keçiddən istifadə etməklə öz paketini, öz bağlamanı izləyə bilərsən. Sincerely Online Store Team yazıb. Burada hansı fikir doğrudur? The customer must pick up the order in person. Şəxsən özü götürməlidir. Xeyr, the package is delayed due to weather. Gecikir havaya görə. Xeyr, the order has already arrived. Artıq gəlib çatıb sifariş. Xeyr, the order was placed in a physical store. Bildiyimiz, yəni ki, mağazada yerləşdirilib. Xeyr, online'dır. The customer can track the shipment online. Bəli, burada müştəri onlayn olaraq məhsulunu belə deyək də izləyə bilər. Hi Olivia, I just wanted to confirm our movie plans for Saturday. Sadəcə istəyərdim ki şənbə günü belə film planlarını təsdiqləyək. Let's meet at the theater entrance by 6:45 p.m. Gəl görüşək teatrın girişində saat 6:45-ə qədər. The movie starts at 7 and I've already bought the tickets. Saat 7-də başlayır film və mən artıq biletləri almışam. See you soon, tezlə görüşərik. Buradan hansı nəticə çıxır? Olivia will buy the movie tickets. Olivia alacaq biletləri, xeyr, ben alıb. They are meeting at the cafe before the movie. Onlar kinodan əvvəl kafedə görüşəcəklər. Xeyr, teatrın girişində görüşəcəklər. Ben has already purchased the tickets. Ben artıq biletləri alıb, doğrudur. The movie starts at 6:45 p.m. Deməli, film başlayır 6:45-də, xeyr, 7-də başlayır. Olivia is not going to the movie. Olivia kinoya getməyəcək. Buradan da bu nəticə çıxmır. Yəni doğru cavabımız C variantıdır. Gəlirik reading bölməsinə. On January 25, 1908, Üzeyir Hacıbəyli's opera Leyli and Məcnun was staged in Baku. Deməli, 1908-ci il yanvarın 25-də Üzeyir Hacıbəylinin Leyli Məcnun operası Bakıda səhnəyə qoyuldu. This was the first opera in Azerbaijan and the entire Eastern world. Bu həm Azərbaycanda, həm də bütün şərq dünyasında ilk opera idi. At that time, Muslim women were not allowed on stage, so men played female roles. O zaman müsəlman qadınların səhnəyə çıxmasına icazə verilmirdi. Buna görə də qadın rollarını kişilər ifa edirdi. In the first show, Leyli was played by Abdurrahman Farajov, but he refused to continue due to the public pressure. İlk tamaşada Leyli obrazını Abdurrahman Farajov canlandırırdı, lakin o ictimai təzyiqlərə görə davam etməkdən imtina etdi. Üzeyir Hacıbəyli later chose a talented young man named Ahmed Badalbəyli to play Leyli. Daha sonra Üzeyir Hacıbəyli Leylini oynamaq üçün istedadlı gənc Əhməd Bədəlbəylini seçir. He later became known as Ahmed Ağdamski. O sonralar Ahmed Ağdamski adı ilə tanındı. Ahmed Ağdamski was a skilled musician and actor. Ahmed Ağdamski bacarıqlı musiqiçi və aktyor idi. He played many female roles such as Leyli, Əsli and Gülçöhrə. O Leyli, Əsli və Gülçöhrə kimi bir çox qadın obrazını ifadə edirdi. He acted so well that the audience admired him and women sent him flowers after performances. O qədər yaxşı oynayırdı ki, tamaşaçılar ona heyran qalırdı və qadınlar ona tamaşadan sonra güllər göndərirdilər. In 1914, he performed in Tbilisi and received great praise. 1914-cü ildə Tiflisdə çıxış edir və böyük alqış alır. Over time, he became a famous opera singer and teacher. Zamanla o məşhur opera müğənnisi və müəllim olur. In 1920, Ağdamski returned to Şuşa and later moved to Ağdaş. 1920-ci ildə Ağdamski Şuşaya qayıdır, sonra isə Ağdama köçür. He spent many years teaching music and performing. O illərlə musiqi tədrisi ilə məşğul olur və çıxışlar edir. He helped bring opera and music to people all over Azerbaijan. O operanı və musiqini Azərbaycanın hər yerində insanlara tanıtdı.
Ahmed Ağdamski is remembered as a true hero of Azərbaycani music and theatre. Ahmed Ağdamski Azərbaycan musiqisi və teatrının əsl qəhrəmanı kimi xatırlanır. Mətn nə haqqındadır? The Story of Opera, Leyli and Məcnun, Leyli Məcnun operasının hekayəsi. The life and work of a famous Azərbaycani opera singer, məşhur Azərbaycan opera müğənnisinin həyatı, onun işləri, doğru variantdır. How women joined the opera in Azerbaijan. Azərbaycanda qadınlar operaya necə qoşulurdu? The Music School in Ağdaş, Ağdaşdakı musiqi məktəbi. The development of music in Europe, Avropadakı musiqinin inkişafı. Which word from paragraph 1 fits the following definition? Paragraf 1-də verilən tərifə uyğun gələn söz hansıdır? To give permission for someone to do something. Bir kəsə bir şey etməyə icazə vermək. To stage səhnələşdirmək, play oynamaq, ifa etmək. Refuse rədd etmək, imtina etmək. To continue davam etmək. Allow icazə vermək, doğru variant, Y variant. Why did Ahmed Ağdamski start playing female roles on stage? Nəyə görə səhnədə Ahmed Ağdamski qadın rolları oynamağa başlayır? Because he enjoys singing only traditional songs. Çünki o yalnız xalq mahnılarını oxumaqdan həzz alırdı. Because there were no male roles available. Çünki kişi rolları yox idi. Because he wanted to teach music in Ağdaş. Çünki Ağdaşda musiqi tədris etmək istəyirdi. Because Muslim women were not allowed to perform. Çünki müsəlman qadınlarına çıxış etməyə icazə verilmirdi. Doğrudur. Because Üzeyir Hacıbəyli was his relative. Çünki Üzeyir Hacıbəyli onun qohumuydu. Doğru variant D variantıdır. Növbəti sualımız Ahmed Ağdamski is remembered today. Çünki Ahmed Ağdamski dövrümüzdə, yəni günümüzdə xatırlanır. Çünki because he helped develop opera and music in Azerbaijan. Azərbaycanda operanın və musiqinin inkişafına kömək edir və edib. Doğrudur. Introduce modern music to Europe. Müasir musiqini Avropaya təqdim edib. Acted only in male roles. Yalnız kişi rollarında ifa edib. Refused to perform in plays. Tamaşalarda çıxış etməkdən imtina edib. Opened a music school in Turkey. Türkiyədə musiqi məktəbi açıb. Doğru cavabımız A variantdır. Which statements are true according to text? Mətnə uyğun hansı fikirlər doğrudur? Ahmed Ağdamski acted in female roles. Qadın rollarında çıxış edir. Doğrudur. Ahmed Ağdamski performed in Tbilisi and was praised. Tbilisidə çıxış edir və tərif alır. Doğrudur. Ahmed Ağdamski was a student of Üzeyir Hacıbəyli. Üzeyir Hacıbəylinin tələbəsi olub. Xeyr. Ahmed Ağdamski never lived or worked in Ağdaş. Heç vaxt Ağdaşda yaşayıb, işləməyib. Bu da yanlış variantdır. Doğru variantımız 1 və 2-dir və son olaraq inşamıza keçid alırıq. Burada 2 uşaq var. Almalar da ya canları sıxılıb yığmaqdan, ya yorulublar. Bu ərəfədə 2 klaun gəlir və o klaunlar gəlib uşaqlara kömək edir. Uşaqlar da sevinirlər və ağacdakı bütün almalar üçün şəkil artıq yığılıb yeşiklərə və klaunlara təşəkkür edir, yola salırlar. Bizim verdiyimiz 3 versiya burada asandan çətinə doğrudur. Yəni üçüncü belə deyək də versiya daha ağır, səviyyəli, belə deyək transitionların falan istifadə olunduğu formada, amma əlbəttə birinci, ikinci versiyada qəbul edilən bu şəkildə bir nümunə kimi versiyalardır.